Necə uşaqlar, sizə bir şey göstərim. Adı dünən bir sifarişimin qiymətini sizə göstərim. 1 saat yarıma, 1 saat 21 dəqiqəyə görə bilərsiniz. 57 dollar 10 dəqiqə və həftəliyimiz isə 2 gün işləmişəm. Dünən 5 saat işləmişəm, 180, 2 gün ərzində cəmi 10 saat 36 dəqiqə işləmişəm. Aktiv qalmağımda 12 saat 54 dəqiqədə görə bilərsiniz, 360 dollar. 2 gündür mən çox az işləyirəm. Normalda bu bir günün qazancıdır. Yəni 10 saat bir gün işləsəm, o pulu qazanmaq olur. Bir gün işləyib nələr almaq olur 10 saata, onu göstərirəm. Ən bahalı bir şeydən başlayayım. Yumurta. Amerikada çox çətin alınan bir şeydir. Yumurta və ikinci sürpriz gəlir sizə. İkinci yumurta. Və burada sonra nə göstərəyim? Pringleslər var. Tez göstərə, video uzun olmasın. 1 kilo yarım, 2 dənə qızıl balıq. Yoğurtdur belə uşaq üçün. Belə kasetlə yoğurtdur. Yağıdır, yarpaqdır, dolmazat üçün, qatıqdır. Kofedir. Burada nə bilim makaron zaddır. Burada ət var. 2 dənə belə ətdən var. 2 dənə belə ətdən var. Burada pomidordur. Necə göy-göyərti falandır. Burada nə qədər belə şeylər var. Düyü üçün falan belə. Bilməm belə konfeti nə qədər. Sonra nə göstərim sizə. Burada da belə makaronlar zat doludur. Mən sizə prosta əsas şeylər göstərim. Burada kələmzatdır. Burada da sizə çekin qiymətini göstərim. 318 dollar. Bunu da görə bilərsiniz. 318 dollar. Gördünüz? Canlı yayında zaten bu bazarda eləmişəm. Burada kələmdir. Burada belə zibil kulokuna qədər var. Burada belə kastorpaya qədər almışıq. Burada içində bunun nə qədər şeylər var görə bilərsiniz. Uşaq üçün şampundan tutmuş, zeytundan tutmuş, qaroqdan tutmuş hər şey qədər var. Bura keçək, görə nədir burada? Burada deməli ət çeşidləridir. Ətlərdir bunlar. Bu belə ət var sonra. Sonra belə bu sevmirəm bunu. Adı da yadımdan çıxıyor, belə sevmirəm ki. Bunlar çox ucuzdur əslində. Bu görə bilərsiniz. Bu qədər toyuğun budur. Cəmi 4 dollaradır. Yəni çox ucuzdur. Sonra nə görə bilərsiniz burada? Burada da bax görə bilərsiniz. Göy-göyərtilərdir. Burada chicken filenin şeydir. Soğuzudur. Burada pendiridir bunun. Burada mayonezidir. Südüdür. Burada fərqli pendiridir. Burada bilmem yəqin ki şeydir, uşaqsın salçıqdadır. Sonra nələr göstərim sizə, nələr göstərim sizə. Bir günə alsam bunları. Bir günə. 10 saat işləyib alırsan ha. Buradakı bu bahalı bu gördüyünüz yumurta var 2 dollaradır. 2 dollara. Və bunu mən pul verməyib almışam. Cəmi 27 dollar cibimdən pul çıxıb. O da nəyə? Bunlar qida məhsuluna aiddir. Dövlətin uşaq üçün verdiyi pulla almışam. Bəli, uşaq pulu ilə almışam bunu. Halbuki özüm də işləyib ala bilmirəm. Öz işlədiyim pul cibimə qalır. Dövlətin verdiyi pulla mən bir həftə indi gedəcək, 2 həftə gedəcək, bilmirəm indi. Mən olsa zaten çox yemək yiyən deyiləm, çöldə oldum çox vaxt. Necədir? Ay biz o pulla burada daha çox şeylər alardıq. Bəli, çox şey alardın, amma çox təəssüf ki, sən orada bir Pringles'i alırsan 12 dollar, 12 manata, biz burada alırıq 2 dollara. Bəli. Çox doğru deyirsən. Sən orada yumurtanı alırsan 4 manata, biz də alırıq 4 manata. Düz deyirsən. Sən orada qızıl balıq alırsan, bəli, kuryer olaraq onu da alırsan. Sən yoğurtu da kasetlə alırsan. Bəli, mən nə deyirəmsə yalan danışıram. Bəli, sən ən doğrusunu sən deyirsən. Mənim dediklərim sənə təsir eləməyəcək. Sən çünki trollsan. Troll bilsən nədir? 10 manata 10 saat işləyib, qurban olum, vətənimə deyənlər troll aldandırılır. Öpürəm. Deyəcək sizə 300 dolları biz daha çox bazarlıq edirik. 300 dolları sən bir aya qazanmırsan. Bu 10 saatin qazancıdır. Ay dolları manata çevirib bizdə daha çox şey almaq istəyir. Nəsə deyim, bilmirəm. Daş sizin də başınıza. Davay.